Böyüməkdə olan gənc nəslin əməyə alışdırılması məqsədilə partiya və hökumətimizin son zamanlar irəli sürdüyü tədbirlərdən biri də məktəblərdə evdarlıq fənninin keçirilməsidir. 190 nömrəli məktəbin şagirdləri evdarlıq işlərinin öyrənilməsinə böyük səy göstərirlər. Qızlar burada toz soran və paltar yuyan maşınların quruluşu və işi ilə tanış olurlar. Onlara Alla Antonova rəhbərlik edir. Tikiş maşınını müstəqil idarə etmək Firuzə Mirzəyevanın çoxdankı arzusu idi. Bu, Gülzar Zeynalovanın tikdiyi birinci önlük deyildir. O, bu sahədə artıq usta sayıla bilər. Dadlı və ləzzətli xörəklər bişirmək hər bir qadının zinətidir. Bu işdə bilik, bacarıq, həm də səliqə tələb olunur. "8 Mart Beynəlxalq Qadınlar Bayramı günündə qızlar ilk dəfə öz biliklərini müəllimləri qarşısında nümayiş etdirdilər. Bu, qızlar üçün sadəcə qonaqlıq deyil, həm də ciddi bir imtahan oldu.